The passage and answer questions. Mətn oxuyun və sual cavablayın. Technofest, short for Technofest Aerospace and Technology Festival, is the largest aviation, aerospace and technology festival in the world, taking place in Turkey. Technofest Aerokosmik və Texnologiya Festivalı üçün qısa, Türkiyədə keçirilən dünyadakı ən böyük aviasiya, aerokosmik və texnologiya festivalıdır. And it was first held at Istanbul Airport in September 2018 by the Turkish Technology Team Foundation. Demək bu ilk dəfə 2018-ci ilin sentyabrında Türkiyə Texnoloji Komandası Fondu tərəfindən İstanbul Hava Limanında keçirilib. The event was in collaboration with private companies, ministries and academic institutions. Tədbir özəl şirkətlər, nazirlik və akademik qurumların əməkdaşlığında ibarət idi. Yəni onların iştirakı olmuşdu, birliyi olmuşdu. The primary goals of the festival are to raise public awareness about technology in society and to draw attention to the importance of national production. Festivalın əsas məqsədləri cəmiyyətdə texnologiya haqqında ictimaiyyətin məlumatlığını artırmaq və milli istehsalın əhəmiyyətinə diqqəti cəlb etməkdir. And the festival is filled with seminars, technology competitions and exhibitions of domestic technology cooperation and etc. Festivalı seminarlar, texnologiya müsabiqələri, yerli texnoloji korporasiyaların və sair sərgiləri ilə doludur. Visitors also can enjoy numerous attractions such as aviation demonstrations including parachuting, air shows of Solo Turkish Stars and many international aerobatic teams. Gələn ziyarətçilər də həmçinin müxtəlif attraksiyonlardan zövq ala bilər. Məsələn, burada demək aviasiya nümayişi daxil olmaqla paraşüt, daha sonra Solo Türk adlı hava şousu, Türk starları və bir çox beynəlxalq aerobatik komandalar daxildir bura. Technology competition are organized into 12 different categories. Texnologiya müsabiqələri 12 müxtəlif kateqoriyada təşkil olunur. People of all ages from primary school students to business people can take part in the competition with their projects. İbtidai sinif şagirdlərindən tutmuş iş adamlarına qədər hər yaşda olan insanlar öz layihələrlə müsabiqələrdə iştirak edə bilərlər. Participants can also benefit from the technical equipment support. İştirakçılar texniki avadanlıq dəstəyindən də faydalana bilər. Mətnimizlə bağlı ilk suala keçid edək. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamla. Technofest also includes various activities such as. Technofestdə deyir ki, həmçinin müxtəlif fəaliyyətlər daxildir. Məsələn, həmin fəaliyyətləri biz mətnin son hissəsində tərcümədə qeyd etmişdik. Burada 12 müxtəlif fəaliyyəti görmüşdür ki, burada əsasən qeyd olunur. Aviation demonstration including parachuting, air shows of Solo Turkish Stars and many international aerobatic teams. Daha sonra isə 12 kateqoriyada iştirakın haqqında məlumat verilir. Və qeyd etdiyimiz məlumata əsasən parachuting shows və air shows of Solo Turkish Stars, yəni 1-2 doğru cavabdır. Üçüncüdə only olduğu üçün yanlışdır ki, yəni yalnız yerli aerobatik komandalar göstəriş edə bilərlər. Fərqli idi, yəni müxtəlif idi. Dördüncüdə isə land shows, yəni yerdə olan proqram deyir, amma bu havada olan proqram idi, göstəriş idi. Ona görə 4 səhvdir. 1-2 A variantı doğru cavabdır mətnimizə əsasən.